Salam dostlar. Bəzən sual verirsiniz ki, tiroid əməliyyatından sonra çapıq qalacaqmı? Bütün əməliyyatlar zamanı əməliyyat apardığımız kəsik nahiyəsini boyunda olan qırışların üzərinə salırıq və əməliyyatdan sonra həmin qırışların üzərinə düşdüyü üçün çapıq nöqtəsi demək olar ki, hiss olunmur və bizim əlimizin içində olan bu anatomik şırımlar ki var, bizim zob əməliyyatımızın şırımlarından daha kobuddur. Bunları müqayisə edib baxa da bilərsiniz. Bundan başqa, bəzən insanlar ümumiyyətlə boyunda şırımların olmamasını istəyirlər. Buna da bir çarəmiz vardır. Belə ki, biz boyunda kəsik aparmadan qoltuq altından girməklə, xüsusi alətlərin köməyi ilə endoskopik üsulla tiroidektomiya əməliyyatını icra edə bilərik. Bu halda boyunda demək olar ki, heç bir şırım qalmır və xəstənin əməliyyat olunması barəsində xarici təzahürdə heç bir şey görsənmir.